sənə desəm ki, sözə baxan uşaq əslində istədiyin bir şey deyil. Qəribə səslənir, elə deyilmi? Axı bizə belə öyrədiblər. Sözə baxan uşaq rahat uşaqdır. Sakit, itaətkar, artıq emosiyalarsız. Amma gəlin səmimi olaq. Sözə baxan uşaq hər zaman düzgün tərbiyə demək deyil. Çox vaxt bu qorxu deməkdir. Səhv etmək qorxusu, yox deyə bilməmək qorxusu, rahat olmamaq qorxusu. O, başa düşdüyünə görə mübahisə etmir. Səbəb qorxudadır. O razılaşır, amma daxilində özünü susturmağı öyrədir. Və böyüyəndə belə bir insana çevrilir ki, sərhədlərini qoya bilmir, yox deyə bilmir, öz fikrini ifadə etməkdə çətinlik çəkir. Sən uşağın üçün doğrudan da bunu istəyirsən, yoxsa istəyirsən ki, o düşünməyi bacarsın, seçim edə bilsin, yox deyə bilsin, özünü güvənli hiss etsin. O zaman məqsəd itaətkarlıq deyil, məqsəd şuurluluq və daxili dayaqdır. Tərbiyə ilə bağlı daha çox strategiyaları əldə etmək üçün Telegram kanalıma qoşula bilərsiniz. Linki əldə etmək üçün isə şərhlərdə valideynlik sözünü yazın.